Salam, her vaxtınız xeyirli olsun. Safiye'nin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə evdə qəlibsiz forma verərək çox asan və çox da ləzzətli peçenyaları necə hazırladığımı bölüşmək istəyirəm. Əgər maraqlıdırsa, keçək hazırlamağa. Öncədən yumşaldılmış 250 qram kərə yağımızı qabımıza əlavə edirik. Kərə yağımız bu cür mütləq yumşaq, yəni otaq temperaturunda olmalıdır. Və üzərinə 1 stəkan şəkər kirşanı əlavə edirik. Mütləq şəkər kirşanından istifadə edək və üzərinə çay qaşığının ucunda duz, kabartma tozu və 1 çay qaşığı şəkərli vanilin əlavə edib üzərinə 1 yumurtanı əlavə edirik və bunlar hamısı bir-birinə yaxşı qarışana qədər qarışdırırıq. Adətən xanımlar şəkər kirşanının yerinə şəkər tozu istifadə edə bilərikmi sualına cavab olaraq şəkər tozunuzu mütləq üyüdərək kirşan halına gətirib istifadə edin. Yaxşı qarışmış ərzaqların üzərinə öncədən elədiyim 3 stəkan yarım unun 3 stəkanını əlavə edib xəmirimizi yoğururam. Siz də mütləq mənim kimi öncə 3 stəkanı əlavə edib xəmirinizi yoxlayın. Əgər ehtiyac olarsa daha sonra mənim kimi qalan unu da əlavə edə bilərsiniz. Xəmirimiz, yəni videonun gedişatında da izləyə biləcəyiniz qədər ələ yapışmayan yumşaq xəmir alınmalıdır. Yəni ununu daha çox əlavə edib, əgər xəmirinizi bərkitsəniz, o zaman peçenyalarınız çatlamış halda olacaq. Bir də kabartma tozunu, yəni kabartma tozunu çay qaşığının ucunda göstərdiyim miqdarda əlavə edək. Əgər daha artıq əlavə etsəniz, o zaman peçenyalarınız formasını saxlamayacaq. Gördüyünüz kimi bu cür yumşaq xəmirimiz alındı və indi mən xəmirimizi gözəyarı olaraq 2 hissəyə bölürəm. Deməli, mən peçenyaların yarısını kakao əlavə edirəm, yarısını isə sadə. Yəni siz də öz zövqünüzə görə istər sadə, istər kakaolu hazırlaya bilərsiniz. Yarısının üzərinə mən 2 çay qaşığı kakao və 1 xörək qaşığı süd əlavə edib qarışdırıram ki, xəmirimizdə bərklik olmasın. Yəni siz də eyni qaydada azacıq süd əlavə edərək xəmirinizi yumşaldın. Əgər ehtiyac olarsa, yəni kakaolarda fərqli olduğuna görə ehtiyac olarsa südün miqdarını biraz azaldıb, yəni artıra bilərsiniz. İndi keçək peçenyalarımızdan üçün kündələri tutmağa. Deməli, mən kündələri qozun ölçüsü boyda tutmuşam hamısını. Yəni bu videoda sizə biraz böyük görsənə bilər. Adətən videoda biraz böyük görsənir, amma ölçü qozun ölçüsündən iri deyil. Artıq siz öz zövqünüzə görə biraz daha iri və yaxud mənim kimi bu ölçüdə hazırlasanız, məndə ümumilikdə 42 ədəd peçenya alındı. Burada mən axıra qalan kündələri, yəni çalışıram ki, bərabər ölçüdə bölüşdürüm ki, yəni peçenyalarımızın hamısı eyni ölçüdə olsun. Və artıq kündələr hamısı hazır olduğuna görə keçək peçenyalarımıza forma verməyə. Öncə hüngülvari bu cür üzərindən yastılayıram və mən forma vermək üçün plastik şüşədən kəsdiyim, yəni hissəni sizə göstərirəm. Bu cür istənilən şirənin qabından kəsə bilərsiniz. Sadəcə ucunu mütləq mənim göstərdiyim qaydada, yəni sivri, şiş olacaq şəkildə kəsirsiniz və göstərdiyim qaydada peçenyanın üzərinə formanı veririk. Mən peçenyaya forma verdiyim müddətdə siz əgər videolarımı bəyənirsinizsə bəyən düyməsinə basmağı, şərhlərdə fikirlərinizi yazmağı və mənə dəstək olmaq üçün kanalıma abunə olmağı unutmayın. Bu sizin üçün asan, mənim üçünsə çox dəyərlidir. Dəstək olan hər kəsə təşəkkür edirəm. Əgər peçenyanı götürərkən formasını bir balaca dəyişirsə, mütləq əlimizlə təkrar düzəldərək yağlı kağız sərilmiş sobanın qabına qoyuram və indi keçək bir ədəd də kakaolu xəmirdən forma verirəm. Yəni bu formanı da eyni bu qaydada edirəm. Yəni istədim işıq bir balaca axşam çəkilişi olduğuna görə, yəni daha aydın görsənməyinə görə həm
ağ xəmir, həm qara xəmir istədim sizinlə bölüşüm və bir ədəd də fərqli formanı sizə göstərəcəm. Yəni mən də bunu istər bir bıçaq yardımı ilə, istər mənim kimi, yəni eyni alətlə hazırlaya bilərsiniz. Çox asan və çox da fərqli üsulda olan bu formaların hansını daha çox bəyəndiniz? Şərhlərdə yazmağı unutmayın. Və təkrar piçenyanın ətrafını, kənar hissələrinə bir balaca səliqəyə salaraq sobanın listinə qoyuram və eyni qaydada bütün piçenyaların hamısını hazırladım. Mən öncədən sobanı yandırmışam. Deməli, piçenyalarımızı 180 dərəcədə 5-7 dəqiqə ərzində bişir, yəni alt-üst rejimdə 180 dərəcədə bişiririk. Bu sizin sobanıza görə də, yəni fərqlilik verə bilər. Ona görə mütləq piçenyaları nəzarətdən qoymayaq. Bişmiş piçenyaları soyumağı üçün belə bir qabın üzərinə yığıram və tam soyuduqdan sonra artıq nuş edə bilərik. Gördüyünüz kimi piçenyanın altı yüngülvari qızarır. Deməli, bişməyini biz bununla müəyyənləşdiririk. Çəkilişdə bir balaca, bir daha qeyd edirəm, axşam işığı olduğuna görə rəng biraz daha tünd görsənir. Bu qədər asan və bu cür ağızda ovxalanan çox ləzzətli piçenyalar alındı. Siz də eyni qaydada hazırlayın, əminəm ki, çox bəyənəcəksiniz. Məndən isə bu qədər. Sağ olun, Allaha əmanət olun. Gələn videolarımda görüşənədək.